Salam rayon Bakı Abşeron kanalının izləyici. Əziz müştərilərimiz Qurtuluş Yaşayış kompleksində ikinci mərtəbədə yeni təmirdən çıxmış bir gözəl mənzilimizi sizə göstərəcəm. Əziz müştərilərimiz demək bu mənzildən yoxdur. Həqiqətən yoxdur. Çox yüksək səviyyədə təmir olunub. Belə mənzil bazara çox az satışa çıxır. Şəhərciyin tam mərkəzindədir. Göründüyü kimi yüksək səviyyədə 93 kvadrat metrdir. 3 otaq, qanun 3 otaqdır. Deməli əziz müştərilərimiz bu qonaq otağında arada bir yerin altından divar olub. O divarı götürüblər. Qonaq otağı daha da geniş olmaq üçün götürüb. Əgər istəsəz ayrıdan yenidən bölüb bağlaya bilərsiniz. Mənim fikrimcə ehtiyac yoxdur. İndi isə keçirik mətbəximizə. Mətbəximiz yüksək səviyyədə, sənədlərimiz tam qaydasındadır. Qubçası var. Əziz müştərilərimiz, deməli bu mətbəx ən bahalı mebeldən yığılıb. 2 dənə mətbəximiz var. Qapının özündə deməli nəzərdə tutulub ki, qoxusu çox olan yeməklər orada pişsin, olmayan yeməklər burada pişsin. Göründüyü kimi həqiqətən mətbəximiz yüksək səviyyədədir. Mətbəximizin, o bir mətbəximizin yeri metal altı stipallarla tərçiz olunub. Sanitar qovşaqları ayrı-ayrıdır. Qapıdan girən kimi solda böyük partalı şkaf yığılıb. Həmən bu şkafımız da qalacaq. İndi keçirik. Sanitar qovşağına, bu bir sanitar qovşağıdır. Sanitar qovşağımız ayrı-ayrıdır. Sanitar qovşaqların yeri də istipoldur. Bu isə ikinci sanitar qovşağımızdır. Mənzilimizin suyu, işığı, mərkəzləşmiş sistemi, sənədləri tam qayda, qubçalar, qubça hal-hazırda əlimizdədir. Qazında xətlər çəkilib, inşallah yaxın vaxtlarda beləcə. İndi isə keçirik. Bu bir yataq otağıdır. Yataq otağında gördüyünüz bütün əşyalarımız qalacaq. Taxtımız, şkafımız, termomuz, hamısı öz yerində. İndi isə keçirik ikinci yataq otağı. İkinci yataq otağından balkonumuz var. Balkonumuzda plastiklə bağlanıb şkaf yığılıb. Bu ikinci yataq otağıdır. İkinci yataq otağından balkonumuz var. Balkonda plastiklə bağlanıb və şkaf yığılıb. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görə biləsiniz. Sağ olun.